Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah ve ba'd. En birinci salamlayıram. Allah'a Allah'ın salamıyla. Sonra təbrik edirəm qardaşımızın gözəl məclisini. Həmçinin özünü təbrik edirəm. Valideynlərini təbrik edirəm. Allah Teala onun üçün xeyirli, bərəkətli eləsin. Və övladı da onun üçün xeyirli, bərəkətli olsun. Övlad böyük neymətdir. Övlad Allah Teala'nın insana verdiyi bir zinətdir. Hansı ki insan onu gördükcə gözü nurlanır, qəlbi sakitləşir. Lakin övladın da salih olması lazımdır. Salih övlad yetişdirmək üçün, salih övlad böyütmək üçün müsəlman çalışmalıdır, insan çalışmalıdır. Övlad birinci yaxşıdır. Sonra ola bilər ki, zərərlər verir ki, insan peşman olur. Necə bəzi insanlar görürsünüz ki, onlar nə qədər zərər çəkirlər övladlarından, əziyyət çəkirlər. Ona görə tərbiyəsinə fikir ver. Övlad tərbiyəsi mühümdür. Övlad doğuldu, dünyaya gəldi. O gözəldir, yaxşıdır. Amma sonra fikirləş ki, böyüyəndə sənə müşkül şeylər yaşatmasın. Ona görə övlad valideyn üçün həm xeyir ola bilər, həm də zərər. Çalışmaq lazımdır ki, xeyirli, tərbiyəli, əxlaqlı və nizamlı, intizamlı övladlar böyütmək. Bacardığın qədər. Təbii ki, hər şey Allahın əlindədir. Sən dua elə və səbəbləri götür. Təbii ki, insan Allah tərəfindən böyük neymətlərlə neymətlənib. Allah insana çoxlu neymətlər verib. Neymətlər çoxdur. Biz onu saysaq, saya bilmərik. Necə Allah özü xəbər verib ki, saysaq, saya bilmərsiniz. Burada bu ayədə bir meydan oxumaq var. Siz Allahın neymətlərini saymağa qalxsanız, saya bilmərsiniz. Burada bir meydan oxumaq var. Bu ayə dəlildir ki, birinci biz saya bilmərik, ikinci çoxdur. Neymətləri çoxdur Allah. İnsan qüdrətindən xaricdir Allahın neymətlərini saymaq. Lakin insan şükürləməlidir Allahın verdiyin bütün neymətlərə görə. Hansı ki, sənə şükrünü verə bilmirik. Hansı ki, biz ona o neymətlərə görə sənə tərif, səna edə bilmirik. O şeylərə görə də sənə şükür edirik. Ümumən belə şükür edirsən ki, hətta o şükrü əhatə edə bilərsən. Yoxsa tək mümkün deyil. İnsan mümkün deyil eləsin. Bu göstərir ki, Allah böyük əta sahibidir və insan isə o ətanın, o verilən neymətin şükrünü əda etməkdə acizdir. Lakin Allah Teala insandan az bir şükür olsa, yenə qəbul edir. Yenə qəbul edir və onu şükür edənlərdən sayır. Ona görə şükür et, həm dilinlə, həm qəlbinlə. Dilinlə etiraf elə ki, Allah verib hamısın. Qəlbinlə içində etiqad et ki, qəlbində etiqad et ki, bunlar hamısını Allahdandır. Və əməlində də şükür et, o neyməti Allah sevən şeylərdə, Allah razı qalan şeylərdə sərf elə. Bu əsl şükürdür. Ona görə Allah deyir ki, qalilun min ibadiyyə şəkur, qullarımın azı şükür edir, belə şükür. Yoxsa belə hamısı şükür Allaha. Əslində ayənin zahiri ilə cəmaatın əməli düz gəlmir. Əslində ayə belə olmalıdır ki, insanların çoxsu şükür edir. Çünki kim edirsən deyir şükür Allah. Amma niyə? Allah deyir, qalilun min ibadiyyə şəkur, qullarımın azı şükür edir. Çünki bu cür şükür, hansı ki o dildə olur, qəlbdə olur və əməldədir. Və bir ki, ən böyük neymətlərdən biri də insana verilən ağıldır. Ağıl neymətdir. Allah Teala qullarına ağıl verib, ağıl neyməti. Təbii ki, ağıl barədə açıq aydın bir hədis yoxdur. Lakin ayələr var nə qədər ağlımız kəsmirmi? Ağla işarə edib Allah Teala. Ağıl insan üçün
ən böyük nemətlərdən biridir. İnsan ağlını itirsə dəlidir. Və dəlidirsə artıq mükəlləf deyil. Qələm ondan qalxıb. Ağıl həmçinin təmizdir, yəni ayırır pisi yaxşıdan. Ağıl ayırır böyüyü kiçikdən, qadını kişidən, uşağı böyüdən. Bunlar hamısı insan ağlı ilə idarə eləyir. Yəni, bu ağıl da itsə artıq insan həlak, yəni məsləkinə düşür və elə hərəkətlər eləyə bilər ki, qıraqdan baxanlar gülə bilər. Ağlın olmamağına görə. Ona görə ağıl böyük neymətdir. Səhl ibn Səd radiyallahu anhu necə alimlər bu hədisi rivayət ediblər. Şeyx Alban rahimehullah səhih deyib bu hədisə. İmam Hakim rivayət edib, həmçinin Tabarani. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, həqiqətən də Allah gözəl əxlaqı sevir və səfsəfəni sevmir. Yəni boş-boş danışığı və səfehliyi, ağlı yüngüllüyü. Allah gözəl əxlaqı sevir və səfsəfəni sevmir. Səfsəfə yəni səfehlik. Yəni insan görsən elə hərəkətlər edir ki, elə sözlər danışır ki, baxırsan səfehdir. Ağlı yüngüldür. Ona görə az danışmaq və düzgün sözlər danışmaq, yerində danışmaq, yerində gülmək, yerində ağlamaq. Bunlar hamısı ağlın üstünlüyünə, ağlın mövcudluğuna işarədir. Yersiz danışmaq, yersiz gülmək, yersiz güldürmək, yersiz ağlamaq və s. Bunlar hamısı ağlın zəifliyinə işarədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnnallaha yuhibbu məkariməl əxlaq. Allah əxlaqın hörmətli olanını sevir. Yəni gözəl əxlaq, gözəl əməli, gözəl əxlaqı sevir. Və yakrahu səfsəhəhə. Yəni fəyakrahu səfsəfəhə. Yəni səfehliyini isə o, yəni səfeh əxlaqı isə sevmir. Və təbii ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü rəğbətdir insanlara. Yəni artıq şeylərdən, artıq kəlamlardan, artıq hərəkətlərdən uzaq düşsünlər. Və alimlər deyir ki, burada Allah Teala gözəl əxlaqı sevir və onun səfihliyini və ya səfsəfəsini qəbul eləmir. Yəni alimlər deyir ki, burada söhbət ağıldan gedir. Burada söhbət ağıldan gedir. Ağıl insan üçün verilən paydır. Və ən gözəl maldır və ən əfsəl bir maldır. Və ağıl kasıblığı aparır. Ağıllı adam kasıb olmaz. Ağlın düzgün istifadə edən, ağlın düzgün işlədən, lazım yerlərdə lazım qərar verən, istər ticarətində, istər məişətində, yaşayışında, istər həyatında şəxsi, istər özü ilə və başqası ilə bağlı məsələlərdə ağıllı olan heç vaxt kasıb olmaz, fəqir olmaz. Və həmçinin ağıllı adam tək olanda da tək qalmaz. Təklik belə onun üçün ünsiyyət yeri olar. Yəni ağlın işlədər o momentdə, o məqamda. Ağıllıdır çünki. Və həmçinin o ən gözəl maldır, necə alimlər deyir. Ən gözəl maldır. Və alimlər buyurur ki, وَلَا يَتِمُّ دِينُ أَحَدٍ حَتَّى يَتِمَّ عَقْلُهُ. Bir insanın ağlı, dini tamamlanmaz, hətta ağlı tamamlanmadıqca. Bir insan dini kamilləşməz, hətta ağlı kamilləşməyincə. Ona görə ağıl, yəni doğru şeyləri təyin eləmək üçün vasitədir və pis şeylərdən çəkinmək üçün vasitədir. Həmçinin bir kişinin yəni birinci görəndə adlandırılması üçün olan bir vasitədir. Yəni məsələn bir insanı gördün, görsən ki, düz oturdu, düz danışdı, düz davranış elədi. Ona deysən ki, məsələn, əxlaqlıdır. Yəni, birinci ad, ona birinci gələn ad insanın ağlından irəli gəlir. Görsən, gəlir, məsəl üçün, geyimi, keçimi normaldır. Hələ danışır, hələ hərəkət edirsən, bu səfihdir. Yəni, birinci ad ona ağlından gəlir. Ağlına görə qoyulur. Və həmçinin deyirlər, ağıllıdır və ya ədəblidir və ya düzgündür. Necə ki, görürsən, bəzilərini hərəkət edir, elə şeylər danışır, deyirsən, şeytandır, bu adam şeytandır, bu adam iblisdir.
ve bu adam yani insanları azdırandı vesaire ve ahir ve dediler ifritti. Yani sefehti yani. Ağıl düzgün istifade olunmur. Ağıldan düzgün istifade olunmur ona göre. Ve şək yok ki alimler ağıl barədə soruşulublar. Mesela İbn-i Mübarek'ten Rahimahullah'tan Habib el-Hallal deyir ki Abdullah İbn-i Mübarek'e deyildi ki Ma xeyru ma utiyar racul. Kişinin en güzel əta olunduğu, verildiği neymət nədir? Bir kişiye verilen en yaxşı şey nədir? Dedi ki garizatul aqlin, yani ağıl, yani güclü ağıl. Dediler ki qıyla fe in lem yakun, birden o olmasa, yani birden adam ağıllı değil, o kadar da ağıllı değil. Olmasa qala edebun hasen, güzel edeb. Güzel edeb. Qıyla fe in lem yakun, dediler ki birden o da olmasa qala ahun salihun yesteşiruhu, salih kardeşi oyla müşavir eləyir. Yani özünde olabilir ağıl çok güçlü değil ve əxlaq da o kadar güçlü değil, lakin yaxşı, salih, ağıllı, ədəbli yanında bir kardeşi var. Bir şey olanda ondan istişare eləyir. O. Qıyla fe in lem yakun, dedi birden o da olmasa İbn-i Mübarek dediler. Dedi ki fe in lem yakun, birden olmasa qala samtun tavil, sakit dursun. Yani danışmasın, ne bir şey, çok vaxt sakit dursun. Qıyla fe in lem yakun, dediler bəs olmasa, dedi ki mevtun acil, yani tez ölüm. Yani artık yani o səfehlik eləyəcək və dağıdacaq, fəsad eləyəcək və insanlar zərər çəkəcək onun əlindən. Ona göre İbn-i Mübarek'ten Habib Hallal soruşanda ki Cellal daha doğrusu, Habib Cellal daha doğrusu soruşanda ki neydi insana verilen en büyük nimet? Deyir ağıl. Deyir olmasa deyir ədəb. Deyir yaxşı o da olmasa deyir salih dost. Deyir yaxşı o da olmasa deyir sakit dursun. Deyir yaxşı o da olmasa heç nə. Heç nə, mevtun acil. Yani təcili ölüm. Ona göre mesele mühümdür insanın ağlını düzgün istifadə eləməsi. Və təbii ki ağıl, yani ağıl iki növdür. Yani var ağıl sonradan öyrənilir insan, var insan təbiətlə, yani təbiətində ağıllı olması. Her ikisi faydalıdır. Lakin insanda birinci olmasa ikinci çətindir. Yani insanın öz fitrətində ağıl olmasa sonra onu oraya koymaq olmur. Ama var sonra inkişaf elətdirə bilər onu. Sonra inkişaf elətdirlər onu. Ona göre İbn Amir deyir ki, atadan soruştum ki İbn Abi Rabah'dan, Hasan İbn Abbas'ın tələbələrindən sayılır. Dedim ki, ey Abu Abdullah, ey Abdullah atası, yani kula en verilmiş şey nedir? En güzel verilen şey, nimet nedir? Dedi ki Allah'tan olan ağıl, yani Allah ona ağıl vermesi. Ve tabii ki yani necə alimlər deyir ki ağıl bazı sebeplerle kazanılır insan. Onlardan biri gezmək, yer üzərini gezmək, görmək. İnsan bəzən bazı şeyleri görür ve ağlı artır, ağlı çoxalır. Bazı şeyler başa düşür düzgün. Bəzən insan var ki düzgün başa düşmür, gedir başka yere başa düşür, ağıllanır. Mesela görsən öz ölkəsini pisləyir, ağlı yani dardır, ağlı yüngüldür. Gedir başka yerleri görür, deyir, şükür Allah'a mənə ölkəmdən yaxşıdır. Və gedir başka yerde insanların yaşayışını görür, gəlir, deyir, elhamdülillah, mən nə yaxşı yerde yaşayıram. Ağlı düzəlir. Ona göre alimler deyir ki, ağlı yani artıran sebeplerden biri nedir? Əsas, yani sebepler hansı ki, o köməkçidir, vasitədir, təqallibul fil əmsar. Yani ölkələri gəzmək. Benim için buyurur ki, Allah'ın yarattıklarında düşünmək, Allah'ın yarattıklarına baxmaq insanın ağlını artırır.
Allah Teala buyurur ki: "İnne fi halqis semavati vel ardı ve ihtilafil leyli ven nehar laayatin liulil albab." Və liulil absar. Həqiqətən də yerlərin və göylərin yaradılışında ağıl sahibləri, bəşərət sahibləri üçün ibrət var. Yerlərin və göylərin yaradılışında. İnsan baxsa səmalara, dağlara, la hamısı idarə elə Allahdır. Yəni insan ağlı artır, insanın imanı artır. Amma yoxsa əşki, elə insanlar var, elə baxır ki, elə bir ki, belə də olmalıdır, hər şey belə. Yox, bu həqiqətən də insanın ağlına xitab edən böyük bir yaradılışdır, xəlqdir, xilqət Allahın yaratdığı. Və yəni hətta malı olmasa belə ağlı varsa o insan varlı sayılır. Hətta yəni malı olmasa, mülkü olmasa o insan ağıllıdır və o malı mülk tapacaq. Necə Abdurrahman ibn Af radiyallahu anh Məkkədən Mədinəyə hicrət edəndə Peyğəmbər s.ə.v onun Mədinədə sahabələrdən birinə, ənsarlardan birinə qardaş eləyir və o qardaşı deyir ki, ona gəl ticarətimin yarısını verim sənə. 2 dükkanım var, birini verim sənə. Deyir, yox, mənə ticarətin yolunu göstər. Yəni yerini göstər daha doğrusu. Yəni bazarın yerini göstər. Narahat olma, mən özüm bilirəm ticarətini. Gəlir və ticarət edir və ən zəngin sahabələrdən olur. Çünki ağlı var idi. Ona pul lazımdır. Ona görə səfihə pul vermək məsələn. Səfihə pul vermək və səfih sənə pulu dağıtsa, sonra sən əlivi açıb ona bəddua eləsən, Allah qəbul eləməyəcək. Necə hədisdə gəlir. Peyğəmbər s.ə.v deyir ki, Allah malını səfihə verənin və səfih də onun malını dağıdır. Təbii ki, səfih də ağlı yüngüldür, çox da ağıllı deyil. Aparıb onun malını dağıtsa, yəni yesə, sonra o adam əlinə açır ki, mən məzlumam, mən üçün Allahım onu məsəl üçün belələ, Allah qəbul eləməyəcək. Çünki ağıllı naqisə verir pulunu. Malını Allah, duasını Allah qəbul eləməyəcək. Çünki ağıllı naqislə müamilə eləyir. Və ağıllı naqislə müamilə eləmək, ağıllı naqislidir. Və həmçinin Əbu Hatim Rahimallah buyurur ki, ağıl qəlbin dərmanıdır. Görsən ki, yəni, ağıl qəlbdədir. Təbii ki, ixtilafdır, ağıl hardadır. Yəni, Quran və sünnə işarə edir ki, ağıl qəlbdədir. Və buyurur ki, ağıl qəlbin dəvasıdır və çalışanların da əsas götürdüyü şeydir. Yəni, çalışqanların da əsas işlətdiyi şeydir. Və axirət üçün əkilən tarlada ən çox istifadə olunan şeydir. Axirət üçün əkilən tarlada ən çox istifadə olunan şeydir. Və buyurur ki, ağıl elə bir şeydir ki, o olmasa, nə sultanın izzəti, sultan olması ona ağıl verməz, əgər ağlı yoxdursa, nə də malı, mülkü olanın malı, mülkü ona ağıl verməz. Və təbii ki, ağıl, deyirlər ki, ağıl onu, yəni kimin ağlı yoxdursa, qafil qalıbsa ağlın nə olmasından o yəni dünya ləzzətini tapa bilməyəcək. Ağıldan məhrum olan insan dünya ləzzətini tapa bilməyəcək. Çünki bəzi insanlar olar ki, dünyanın ləzzətini haramlarla görürlər. Onlar ağılda biraz naqislik var. Amma dünyanın ləzzətini ağılla çıxartmaq lazımdır. Allah bu çayları, bu təbiəti, bu gözəllikləri elə bizim üçün yaradır. Ağılla istifadə olundan, suyundan, dənizindən, çayından, ağacından, bitkisindən istifadə elə. O gəlib orada içib, özünü aparmayıb, yıxılıb orada qalmaq üçün deyil. O nə üçündür? Necə İbn Qeym Rahimallah buyurur ki, insanın qəlbi təbiətdə rahatlanır. Necə Allah Teala insanları cənnətdə təbiətlə, yəni cənnəti insanlar üçün təbiətlə vəsf edir. Və buyurur ki, orada ağaclar altında çaylar axır, meyvələr var. Və buyurur ki, cahilliyin ən birinci, yəni ən əsas ipi və həmçinin kasıbçılığın ən əsas ipi ağlın olmamağıdır. Ağlın olmamağıdır. Ağıl böyük neymətdir. Və təbii ki, buyurur ki, ağılla hava, insan havası, nəfsi, istəkləri, yəni birbirlərinə əhd bağlayıblar. Yəni, ağıl havaya tabi olsa heç də. Amma hava, insan havası ağılına tabi olsa, yəni ağlı onu idarə eləsə,
onda inşallah nicatdır. Nicatdır. Çünki havan, nəfsin sənə idarə eləsə, ağlın tezək. Amma yox, sən onu idarə eləsən ağlınla, bu olar, bu olmaz, bu düzdür, bu səhvdir. Onda inşallah ki, sən nicat tapa bilərsən. Təbii ki, bu barədə çoxlu yəni rivayətlər var, lakin bir ikisini qeyd edək və onunla bitirək. Məsələn, Muaviyə bin Əbi Sufyan deyir ki, bir kişi ərəblərdən çoxlu ömür yaşamışdı. Yəni, yaşı uzun, həyat sürmüşdü. Və dedim ki, ona mənə ən gözəl gördüyün şey barədə xəbər ver. Və təbii ki, qardaşlar, yaşlıların verdiyi cavabla cavanların verdiyi cavab bir deyil. Yəni, gedib yaşlılardan sorsan ki, həyatda ən yaxşı şey nədir? Sən elə cavab verə bilər ki, sənin üçün. Sən onun içindəsən, sənin də xəbərin yoxdur. Deyə bilər ki, elə sən olduğun şey, hansı ki, sən onu indi bu dəqiqə eləyirsən. Sən də başqa şey fikirləşsən bəlkə də. Aydındır. Ona görə cavanın verdiyi cavabla yaşlının verdiyi cavab arasında böyük fərq var. Və deyir ki, gördüm bilən kişi uzun ömürlü ərəblərdən idi. Dedim ki, əxbirni bi əhsəni şeyin rəaytəhu. Ən gözəl gördüyün şey barədə mənə xəbər ver. Qalə dedi ki, aqlun tayyibun bihi muru'ə. Yəni, gözəl ağıl. Hansı ki, onunla insan əməllərini düzəldir. Mə təqvallah və tələbəl əxirə. Lakin bu ağılla yanaşı Allahdan qorxmaq və axirəti tələb eləmək. Yəni, axirəti istəmək. Təbii ki, sonra Malik gətirir ki, yəni ağılın ən əfsəli, insanda ən əfsəli daim özünü hesab edən ağıldır. Ona görə də ən yaxşı müdür və ən yaxşı iş sahibi həmişə mühasibə edəndir. Görsün, çıxarı nədir, gəliri nədir. Biraz hesabatı gec aparsa, ola bilər, uduzmaya gedir, xəbəri yoxdur. Amma tez vaxtında eləsə mühasibə ki, ağıllıdır. Deyir, o bir dənə hesab edin, görüm nə qədərdir. Bəlkə də əslində hesabın vaxtı deyil elə. Lakin qafil olmasın deyənə, qəflətdə olmasın deyənə ağıllıdır. Bəli, ağıl böyük neymətdir və buyurur ki, rahiməhullah, və deyir ki, ağılın olmağı ilə qəlblər yaşayır. Yəni, ağılın varlığı ilə qəlblər yaşayır. Necə ki, elmdən yuxular yozulur. Necə yuxular yaşadılır, insan bir yuxu görür, gəlir hansısa bir peyğəmbərin yanına, mesela Yusuf'un yanına, Muhammed sallallahu aleyhi ve sellem'in yanına veya İbrahim aleyhisselam yuxu görür, gəlir danışır. O yuxu ilə yaşayış oldu. O yuxu yaşandı. Hadisələrə baş verdi. Və deyir, ağıl da qəlbdə olanda qəlb belə yaşayır. Yəni, necə yuxuları elm yaşadır. Təbii ki, bu bir müqayisədir. Və buyurur şu, saadətin dirəyi ağıldır. Və ağılın da, yəni mayası, əsası seçimdir. Yəni, seçimin olması sənin ağlığın üstünlüğüdür. Yəni, bir şey və ya dar bir şeyin içində deyilsən. Sənə ağıl verib və sən seçimlər qoyub. Onu istəyirsən, yoxsa bunu istəyirsən, bu mu? Və sən ağıllısan, seçirsən ən yaxşısını. Aydındır? Buyurur ki, ağıl, yəni ağılın, rasul aql, yəni ağılın başı, əsası, özəyi, əl-ixtiyar, seçimin olmasıdır. Allahu akbar. İbn Əbu Hatim rahimallah buyurur ki, وَلَوْ سُوِّرَ الْعَقْلِ صُورَةً Əgər ağıl bir şəkil və ya təsvir halında təsvir olunsaydı, لَأَظْلَمَتْ مِنْهُ الشَّمْسُ لِنُورِهِ Və günəş deyir, onun nurundan sönərdi. Təbii ki, bu biraz şişirdilmiş bir mübaliğadır, bənzətmədir. Lakin, ağlı mühümdür. Təbii ki, bu Əbu Hatim rahimallahın böyük alim olub. Onun kitabından oxuyuruq bizim deyir, Ravdatul Uqalə, ağıllıların baxçası. Ağıllıların baxçası və çox gözəl kitabdır və alimlər nəsihət edir bu kitabı oxumağa. Düzdür, içində zəif şeylər də var. Lakin tövsiyə və nəsihət və moizə yönündə çox, fənnində yazılmış çox gözəl bir kitabdır və oradan bəzi şeylər qardaşdan oxuyuruq. Və buyurur ki, rahimallah, ağıllının xeyrinin tez gəlib ona çatması ən ümid olunan şeydir. Yəni, ağıllı birisinin xeyrin ona çatmasının çox tez bir zamanda olması
ən çox ümid olunan şeydir ki, yəni ağılla görüb işi inşallah tez bir zamanda cavabı çıxacaq. Yaxşıya inşallah. Və buyurur ki, rahimehullah, deyir ki, necə ki, cahilin elədiyi işdə qorxu var ki, Allah görəsən bunun axırı necə olacaq. Və təbii ki, qardaşlar, bu oxusaq bunun çox olacaq, lakin inşallah bəs edir bu qədər. İnşallah gələn görüşlərdə ya sizlə, ya başqa yerdə fərqi yoxdur. Harada Allah nəsib eləsə, orada hərdən nəsib olsa, bəzi şeyləri belə xatırlamaq. Bu bir neymətdir ağıl bizə. Əlhəmdülillah, biz də ağlımızı istifadə edib, məclisimizi İslama, Allahın istəyinə və Peyğəmbərin sünnətinə uyğun elədik. Bizdə başqa cür eləmə ixtiyarımız da vardı, fiziki və maddi imkanımız da vardı. Lakin biz onu ağlımızla yönəltdik nəyə? Düzə. Və əlhəmdülillah, heç bir peşmançılıq yoxdur və sevinirik. Xoşdur bizim üçün, çünki biz ağlımızı düzgün istifadə elədik. Bəli. Allah razı olsun. Allah kömək olsun. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Uzunu